Bir aya 1 kilodan artıq olar. 3 aya da xoruzları 6-8 kilogram, fərələri 4-5 kilogram. Yetkinlikdə də xoruzları 20-25 kilogram, fərələri də 10-15 kilogram arası. Ortalama Yəni hibrit bu fərə. biz fakt sübutlarla deyirik. Yalandan cəmaatı aldatmaq lazım deyil. Orada çox görürəm hybrid konverter satırlar, digər cinsləri satırlar. Yəni onların heç biri Azərbaycanda təmizi yoxdur. Bir dənə Azərbaycanda ətdiyi məqsədlə ən yaxşı cins olan hibriddir. Həm yumurta verimi yüksəkdir, həm xəstəliklər qarşı davamlıdır. Həm də ki, çox çəkilir. Yəni az saxlayan, balaca təsərrüfat olan adamlara bu hibrid saxlamaq sərf edir. Amma çox saxlamaq istəsəniz, 2000, 3000 dənə, 500 dənə, 300 dənə, bununla bağlı siz artıq digər cinslərə üst tutmalısınız. Çünki Azərbaycanda ağır çəkili hinduşkanın bazarı tam formalaşmayıb.